17 yaşımda ailə dostumuzun oğluyla bir-birimizi sevirdik. Elə belə sevgi değildi bizimkisi. Sanki ruhlarımız bir-birinə 100 illərdir bağlı idi. Hər ikimizin ailəsi sevgimizi bilirdi və dəstəkləyirdi. Anam mən imtahana hazırlaşıram deyə bizim danışmağımıza icazə vermədi. Oğlana acı və sərt sözlər deyib bizi ayırdı. Aylarca özümə gələ bilmirdim. Oğlanla əlaqəmiz kəsilmişdi və universitetə qəbul oldum. Yoldaşımla tanış olub evləndik, amma onun sevgisi ürəyimdə yaşayırdı. Hər dəfəsində yuxuma gəlirdi. O da məni sevməyə davam edirdi. Anama söyləmişdi ki, ondan başqası ilə evlənməyəcəm və boşanmağını gözləyirəm və onu övladı ilə qəbul edəcəm. Aradan 10 il keçdi və yoldaşımla mən boşanma həddinə gəlib çıxdıq. Mən evdən ayrılıb anamın yanına getdim. Təsadüfən TikTokda qarşıma çıxdı və mən də yazmağa başladım. Dedim ki, boşanıram, çox sevindi, məni və övladımı qəbul edəcəyini dedi. Amma mən isə ona bu haqsızlığı edə bilmədim və yollarımızı ayırdım. Hal-hazırda yoldaşımla barışmışıq, amma hal-hazırda oğlanı çox sevirəm. O da məni sevir. Düşünürəm ki, bizim sevgimiz əbədi yaşayacaq. Qızlar, sizin də hər hansı bir maraqlı hekayəniz varsa, direktimə yazın, səsləndirin.